Tez onları! Tez! Bir de böyle şey eşitsem, doğma kardeşim de olsa, hiç neye bakan değilim. Böyütkəsini kulağı boyda eləyəcəyəm. Amma inanmıram ki, bir de belə anasının əmcəyini kəsən tapla. Qatır Məmməd xaindir, yoxsa qəhrəman? Gəlin bu haqda daha ətraflı danışaq. Qatır Məmməd Azərbaycan kinosunda və xalq arasında dolaşan rəvayətlərdə ən çox müzakirə olunan obrazlardan biridir. O, Qatır Məmməd filmində təqdim olunub və bu obraz illərdir insanları iki yerə bölür. Kimisi onu qəhrəman sayır, kimisi isə xain kimi görür. Ən maraqlı tərəfi isə odur ki, Qatır Məmməd haqqında dəqiq və rəsmi tarix yoxdur. Onun həyatı daha çox şifahi rəvayətlərə və bədii yanaşmaya əsaslanır. Ehtimallara görə o 1800-cü, 1900-cü illər arasında, yəni təxminən 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində yaşayıb. Bu dövr Azərbaycanda sosial ədalətsizliyin, kasıb və varlı təbəqə arasında böyük fərqin olduğu bir zaman idi. Rəvayətlərdə Qatır Məmməd sadə kəndli kimi təqdim olunur. Onun dağlıq ərazilərdə, kəndlər arasında yaşadığı, bəzən qaçaq həyatı sürdüyü deyilir. Qatır ləqəbi isə təsadüfi deyil. Bu ad onun dözümlü, güclü, yorulmaz və biraz da tərs xarakterini ifadə edir. Yəni necə ki, qatır ağır yük daşıyır və asanlıqla təslim olmur, o da həyatda çətinliklərə qarşı belə davranan biri kimi göstərilir. Onun həyatında ən aktiv dövrün təxminən 25-dən 40-a qədər yaş aralığında olduğu deyilir. Bu dövrdə o, daha çox hadisələrin içində olub, qarşı durmalara girib və ad çıxarıb. O nədir belə kişi? Nə yaparırsan? Heç soruşmasan yaxşıdır. Allah xatirinə geri. Yatalaqdır, başına dönüm, geri. Hara yaparırsan? Doktordan kağızı var. Heç bilmirəm qadağa çatdıra biləcəm ya yox. Bu arabanı bırak. Kızım kalk, geçtik. Bəzi rəvayətlərdə deyilir ki, o kasıblara kömək edib, varlıların haqsızlığına qarşı çıxıb. Bu səbəbdən bəzi insanlar onu xalq qəhrəmanı kimi qəbul edir. Amma digər tərəfdən, onun hərəkətləri hər zaman müsbət olmayıb, bəzi hallarda sərt davranıb, qanunlara qarşı çıxıb və öz bildiyini edib. Bu isə onu bəzilərinin gözündə təhlükəli və etibarsız birinə çevirir. Yəni o, klassik yaxşı insan obrazına uyğun gəlmir. Onun ölümü ilə bağlı da konkret məlumat yoxdur. Ehtimallara görə 40 yaşdan 50 yaşa qədər aralığında həyatını itirib. Bəzi versiyalarda qarşıdurma zamanı öldürüldüyü, bəzilərində isə tutulub cəzalandırıldığı deyilir. Amma bunların heç biri tam sübut olunmayıb. Qatır Məmməd obrazını maraqlı edən də məhz budur. O, nə tam qəhrəmandır, nə də tam xain. O, dövrünün çətinlikləri içində formalaşmış, həm yaxşı, həm də pis tərəfləri olan bir insandır. Bu cür ziddiyyətli obrazlar isə həmişə daha çox yadda qalır və müzakirə olunur. Sonda hər şey tamaşaçının baxışına qalır. Kimisi onu qəhrəman görür, kimisi isə xain. Bu cür mövzularda maarifləndirici Azərbaycan kinoları haqqında məlumatlar istəyirsinizsə, Seymur TV kanalına abunə olmağı unutmayın. Fikirlərinizi şərhlərdə yazın. Sağ olun. Qatır Məmmədin dəstəsi mühasirəni yardı. Çıngıldərəyə giriblər, oradan onları gözləmək bizim ağlımıza bile gəlməmişdi. Məmməd! Harada birləşirik? Necəni harada? Danışdıq ki sənlə, çaylıda! Deyirsən çaylıda birləşək? Ne olub sənə? Yubanma görüm!